العلی العظیم. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə Məsnəvinin bir dənə də cələsələrini başlayırıq. Öz növbəmdə əziz danışıqlara salam ərz edirəm və Allahdan istəyirəm ki, bu Məsnəvi cələsələri bizim üçün maye-i xeyr və bərəkət olsun. Selamun aleyküm. Amma Məsnəviyə girməmişdən qabaq mən özümə lazım görürəm ki, bir neçə münasibətə işarə eləyəm. Birinci münasibət ki, burada işarə eləməliyəm, münasibəti ərbeyindir. O bir münasibətdir ki, biz gələn həftə yekşənbə günüsü onunla müvacih olacağıq və öz növbəmdə bu münasibəti də mən təsliyyət ərz edirəm. Amma iki dənə bu mövriddə mən nüktə istəyirəm əziz dostların xidmətlərinə təqdim eləyəm. O budur ki, bu yaxın illərdə ərbeyin üçün bir böyük bir hüviyyəti işləri saman tapıbdı. O da bu mərasimi çox əziz və böyük tutmaq və dünyanın hər yerindən Ərağa, Kərbəliya və Nəcəfə getmək, bir para aşıq sifət insanlar ayaqların gedib və İmam Hüseynin mərqədini orada ziyarət edirlər. Və bu demək olar ki, bir dənə bir böyük cəmbəyi hüviyyəti biz müsəlmanlara bağışlayır. Ya həman o cəmbəyi ayini ki, İslamda görsənilə bilər, biz bir dənəsini həccdə görürük, bir dənəsini ərbeyində görürük. Bir növ həmayiş-i milli ki, burada müsəlmanlar در واقع özlərini görsədirlər. Selamun aleyküm. Və ikinci nüktəyi ki, mən işarə eləyəcəyəm, bir para Mevlana'nın da bu baxışıqda bir özünə görə bir nəzəri vardı. Əgər siz Məsnəviyə baxasınız ya Şəms divanına baxsaz, orada görərsiniz ki, Mevlana da elə bir şəxsiyyətlərdəndir ki, bu hadisə-i Aşura və bu əzadari və İmam Hüseynin bu hərəkətinə kamilən bir aşiqanə gözlə baxır. Deyir ki, əgər bunda eşqi olmasaydı və bu heç vaxt bu hərəkətə əl vurmaz idi. Ona görə Mevlana'nın nəzəri mütəfavit با o birisi nəzərlərdir ki, mümkündür. Məsələn, müəllif kitab Şəhid Cavid əsərlərində gətirib, ya bir para ayrı mütəfəkkirlər gətiriblər ki, əhyənən İmam Hüseynin hədəfi burada siyasi bir hədəflər olubdur, hökuməti bir hədəflər olubdur. Amma Mevlana'nın baxışığı fəqət mənzəri eşqidəndir. Eşqlə baxıb bu hadisiyə ki, İmam Hüseyin aşiqanə bir hərəkəti başladı. Ona görə mən bir para cümlələrindən də burada yaddaşt eləmişəm İmam Hüseynin və demək olar ki, özüm də çalışmışam ki, o ibarətləri Türkiyəyə göndərəm. Buyurur ki, ən yaxşı sərvət bu ki, insan öz şərəfini saxlaşdıra. Bu İmam Hüseyndən bizə nəql olub. Sərvət bizə mümkündür elm olmasın, sərvət bizə mümkündür pul olmasın.
Vəli İmam Hüseynin baxışığında böyüklərin və ən böyük sərvət bizə şərəf ola bilər ki, insan öz şərafətini saxlasın. Əgər yoxsulluq, noxoşluq, ölüm olmasaydı, insan heç bir şeyə baş əymək etməyəcəkdi. Pəs, bu da ölümün bir fəlsəfəsidir ki, İmam Hüseyin bunu gətirir ki, bunun söhbətlərində burada vardır. Mən bir qət'ə də o Zeynəbin xutbəsindən burada yaddaşd eləmişəm, icazə versəz onu da çox qısa vaxtı da burada oxuyum. O da budur ki, o zaman ki o əsirləri dərvaqa gətirirlər və o ərbəyin günü ki imamın dərvaqa 40-dır, oradan aparırlar, müsadif olur. O səhnə bunların yadlarına düşür və aparırlar Yazidin dərbarına. Orada bir dənə Həzrəti Zeynəbin bir dənə məruf xutbəsi vardı ki, həm ərəbisi var, həm farsıya da çönübdür. Orada bir qərra söhbət eləyir onlara. Deyir ki, ətəbkun fəbku kəthirən vəzhəku qəlilən. Siz ağlayırsınız, nalə eləyirsiniz, amma heç işgal yoxdur, ağlayın, amma az gülün. Ənna tərhəzun qətlə səlilə xatəmin nübüvvə ya xatəmin nübüvvə və mə'dən risalə və səyyid şəbab əhlil cənnə və məlaz xiyaretikum və mənar hüccetikum. Nə cür eləyə biləcəksiniz bunu özünüzdə çıxışdırasınız, özünüz həll eləyəsiniz özünüzdə ki, siz bir işə əl vurdunuz ki, burada solalə-i xatəmin nübüvvəni öldürdünüz, risalətin mədənini, o ki behiştin ağası idi və ağalarından idi, xeyrin mənbəsi idi, qaynağı idi, hüccətin və dəlilin işıqlığı idi. Siz bunu neynədiniz? Orada öldürdünüz. Bunu siz özünüz nə cür eləyə biləcəksiniz, tövcih eləyəsiniz. Amma mən istəyirəm bu Həzrəti Zeynəbin bu sualına da burada öz düşüncəyimdə bir cavab tapam. O da budur ki, əgər şəxsiyyətləri mislə İmam Hüseyin ki, Peyğəmbərin nəvəsidir, xud İmam Hüseyin o Aşura günündə ki danışır, deyirsiniz, axı məni tanırsınız ki, mən kiməm? Mən Fatimənin oğluyam, mən Peyğəmbərin nəvəsiyəm. Elə bir bunlar heç birəsdən eşitmir ki, bu kimdir? Mən özümlə fikirləşirdim ki, necə ola bilər ki, bunlar o ləhzə bunları hamısını danırlar. Nə gəlib, amil bunların gözlərini bağlayıb, aya haram tikələrdir, aya sərvətdir, aya qudrətdir. Bunlar hamısı ola bilər, amma bir dənə cavab ki, zehnə gəlir, o da budur ki, vaxtı camiədə bir surəti sistematik bir dənə zulmi ola bilər. Camiədə bir surəti sistematik bir zulmi ola bilər və bir hakimi cairi müsəlmanlara hökumət eləsə, o camiədə biz gərək mütməyin olaq ki, İmam Hüseyin kimin şəxsiyyətlərin ölməyi eyni su-kim saətdir. Yəni, və İmam Hüseyin kimin şəxsiyyətlər eləyənməyəcəklər özlərini orada ispat eləsinlər. Çün sistematik zulm o qədr yekəlir, o qədr genişlənir ki, onu neynəyir? Öz içərisində həzm edir. Bu bir nüqtə idi ki, mən lazım idi ki, buna işarə eləyəm. İkinci münasibəti ki, Məsnəviyə girməmişdən qabaq lazımdır mən ona işarə eləyəm. Abanın həmişə axırıncı həftəsi münasibəti vardı Əlləmi Təbatəbai ilə və Ruz Kitab və Kitabxani ilə. Ona görə elə İranın öz müxtəlif danışqahlarında da bu münasibətdə mərasimləri qurulur Əlləmi Təbatəbai üçün. Mən özüm də bir növbət tövfiq tapmışam, Tehranda bir dəfə təbir کنجره بزرگداشت علامه طباطبایی olmuşam. Orada da bir سخنرانی eləmişəm. Ünvanı سخنرانی də Allame Xofte Xoş İqbal adında.
Bir dəfə də ki dövran danışجوییdə biz danışgاه İsfahanda علامه طباطبایی bir buzurgdاشتی tutduq ki mən yəni biz rəhmətlik Allame Cəfəridən dəvət elədik. Gəldi danışmağa, orada xeyr məqdəmi o mərasimi mən əncam verdim. Amma xub özünüz bilirsiniz də Allame Təbatəbai kiçik bir şəxsiyyət olmayıblar. Bizim öz diyarımızdan, öz toprağımızdan, öz vətənimizdən qalxıblar. Azərbaycandan çıxıblar. Bir dənə böyük bir şəxsiyyət olublar. Böyük əsərlər yaradıblar. Allame Təbatəbai در عین اینکه اوج اخلاقda idi, اوج معرفتdə idi, اوج elmdə idi, amma bu şəxsiyyət həmişə çalışdı ki o cələsaتی ki Profesör Korbanla qoyulurdu Qərb fəlsəfəsi ilə bir növi tanış olsun və bilsin ki Qərbdə nə ittifaqlar keçir. Allame Təbatəbai tafsir المیزانında yəni بالغ bər, mütəcavüz bər 40 dənə nüktəyi ki əvvəlin bar Allame təfsirində tərh eləyir, gətirir. Müqəddəməsində böyük bir həmlə gətirir ki, bu müfəssirlər içindiyə kimin Qur'anı təfsir eləyiblər, bunlar təfsir eləməyiblər, bunlar tətbiq eləyiblər. Mən birinci dəfə bu təfsir istəyirəm başlayam. O da təfsir Qur'an be Qur'an və bu işdə də insafən, yəni Allame Təbatəbai muvaffaq olur bu işdə. Təzəlikdə mən Allamədən bir dənə şərhi gördüm. Çox qalın və qətur Hafız divanına şərh eləyibdi. Tapa bilsəz, oxuya bilsəz fövqəladə bir təfsirdir. Yəni əslən o təfsirləri ki bura kimin divan Hafızdan olubdu, Sudi Hafızdan şərh eləyibdi. Mən onları tətbiq eləyirdim, baxırdım, görürdüm ki Allamənin nə qədər məharəti vardı şeir irtibatında və Hafızın irfanının irtibatında nə qədər özünü sahib nəzər görüb və nəzər veribdir. Bu əqlaniyyət, bu təfsir, bu əxlaq və bu mərifət Allamədən bir tərəfə qoysaq, Allamənin qudrət şeirliği də özü qabil təhsindir. Yəni biz hətta o məruf şeirləri ki siz Allamədən eşidibsiz, Allaməni bu ünvanı bir dənə filsuf, bu ünvanı bir dənə arif ki biz tanırıq, görürük ki Allamə bir əldə şeir dünyasına uzaldıb və orada da öz məharətlərini imtihana çəkibdir və orada da insafən gözəl şeirlər şeir dünyasına təqdim eləyibdir ki mən bu məruf şeirini sizə burada oxuram ki مهر خوبان دل و دین از همه بی پروا برد رخ شطرنج نبرد آنچه رخ زیبا برد. Gözəl insanların mehr muhabbəti dini və ürəyi hər şeydə apardı. O şətrəncin ruhu dəyirdi ki bizdən onu apardı. Onun məhəbbəti və mehri idi ki bizdən dinini və ürəyi apardı. تو مپندار که مجنون سر خود مجنون شد از سمک تا به سماعش کشش لیلا برد. مجنونو لیلا مجنون لده من به سرچشمه خورشید نه خود بردم راه ذره‌ای بودم و مهر تو مرا بالا برد. Bu aləmdə bu günəşin qaynağında mən özüm təhcə bu yolu gedəmədim. Mən bir zərrə idim bu aləmdə. Sənin mehrin və sənin sevincin və sənin sevgiliyin məni yuxarıya çəkdi. Mən xəsi bی sər و پایم که به سیل افتادم او که میرفت مرا هم به دل دریا برد. Mən bir o tələf idim ki əslən baş qulağım yox idi. Mən özümə sahib dərdim. Həman şey تعبیری که مولانا işlədir ki پرکاهم در مساف تند باد من نمیدانم کجا خواهم فتاد. O mərtəbəyə rızayı ki ariflərimiz həmişə ondan danışıblar ki nə mənə ittifaqatı ki bu aləmdə düşürsən özüyü onun qabağında təslim görməlisən. Əslən İslami ilahiyyat bunu deyir. O qədər Allahın əlini açır ki bəndə onun qabağında əslən qüdrəti yoxudur. Əks
ilahiyat Yahudidir ki Allah bir para محدودیتləri yaradır. Burada mən xəsibi sər و payəm ki به seyl افتادم. Allahın qüdrəti eyni sel kimin gəlibdir və mən o seylin içində eyni o tələf kiminəm. O ki mirəft mərə həm به دل دریا می برد. Mən qatışdım bu selin içinə, bu sel də məni apardı dənizin içərisinə. خم ابروی تو بود و کف مینوی تو بود که در این بزم بگردید و دل şeyda برد. Səndən bir qıssa bir işarələr gözlərindən oldu. Səndən bir tutmaq oldu. Əgər o olmasaydı heç məni də bir kəs yuxarı aparmayacaqdı. Bu həmandır ki, elə Hafizin də baxışığında var, Mevlana'nın da baxışığında var. Yəni o tələb və o istəklik həmişə üstdən bizlərə başlayır. Üstdən bizlərə bizə sahib dururlar. Sonradan aşağıdan biz çırpınırıq və özümüzü ona çatdırırıq. Xudət amuxdiyəm mehru, xudət suxdiyəm. Özün sən bu mehri bizə örgədibsən, özün bizi yandırıbsan. Ba bərəfruxd ruyi ki qərar az ma burd. Bu və üzümüzü də neyniyibsən, qızardıbsan, üzümüz aşıq insanların üzünü tutubdu. Həman sözü ki, Hafiz deyir, duş mi آمد و رخسار برافروخته بود تا کجا باز دل غمزده سوخته بود. Həman təbirdir ki, Allamə də öz əşarında gətirir. Həmə yaran به سر راه تو بودیم ولی غم روی تو مرا دید و ز من یغما برد. همه دل باخته بودیم و پریشان که غمت همه را پشت سر انداخت مرا تنها بود. Bu da در واقع Allamənin təbirlərindəndir. Görürsünüz ki, bu qəzəli, bunun bu şeiri eyni su kimin axır və bu içəridən qaynaqlanması və içəridən coşqunluğu böyük bir mənaya təkyə edir. Yəni ta zamanı ki bu olmaya içəridə, ta zamanı ki bir oxumaq olmaya və bir para riyazətهای arifانه olmasa bizim də şeirimiz pişməyəcəkdir. Allamənin və allamələrin şeirlərinə oxşar olmayacaqdır. Bunlar həman məbadi və məbani şeirdir da. Şeir برای اینکه şeirləşə və şeiriyyət tapa bunlar lazımdır ki olsun. Bir cümlə də mən kitabın irtibatında deməliyəm. Əziz danışçular, o bir fəlsəfi bir söz var idi, mən oxurdum. Yazmışdı ki, kitab özü bir qurtuluşdur. Qurtuluş yəni nəcat, yəni rəhayi. Sizi özünüzdən qutara bilər. Hətta kitab eləyə bilər gələ sizi özünüzdən neynəsin, qutarsın. Bir zaman vardı ki, bizim özümüz ənva-i vəsvəsələr öz içərimizdə, bəzi vaxt özümüz içərimizdəki olan bizim o qəd yaxamızdan yapışır ki, bizi ötürmür. Ona görə bu cümlə deyir ki, kitab eləyə bilər sizi özünüzdən qurtarsın. Pəs kitab oxumaq nəcat üçün, rəhayi üçün bizə lazımdır. Heç vaxt kitabla biz biganə olmamalıyıq. Üçüncü münasibəti ki, mən işarə eləməliyəm, fəlsəfənin dünya günüdür. 21 november UNESCO tərəfindən həmişə hər il fəlsəfə dünya günü adlanıbdır və İranda da elə internetdə də siz baxsaz görərsiniz ki, müxtəlif danışqahlarda bu günü həmişə üstün tuturlar. Çox yaxşı idi ki, bizim danışqahımızda da belə bir mərasimlər qurulsun. Biz fəlsəfəni elmlərin anası bilirik. Yəni ta zamanı ki, bizlər fəlsəfə ilə tanış olmayaq, heç vaxt baxışığımızda əsər yarada bilənməyəcək. Onlar ki, eləyə biliblər baxışıqlarını dəyişsinlər, onlar hətmən fəlsəfə əhli olublar, fəlsəfi kitablar oxuyublar. Pəs bənabərin o kəlan və o kolli sorunlar və suallarımızın biz cavablarını fəlsəfədə tapmalıyıq. Elm eləyə bilər bir para bizim suallarımıza cavab versin, amma məhdud və müəyyən suallarımıza cavab verər. Bu
bu fəlsəfədir ki, bizi bir təbiri Jaspers deyir ki, fəlsəfə düşüncəyin başlanışıdır, fəlsəfə heyrətin başlanışıdır. İnsan həmişə özündən bir para sorumlar soruşur və bunların eləyə bilər cavablarını fəlsəfədə tapsın. Bu da demək olar ki, biz istəyək öz kimliyimizi ya öz şəxsiyyətimizi istəyək tərif eləyək. Bunun tərif eləmək üçün ancaq biz fəlsəfə yolundan tapmalıyıq. O sorumları ki, özümüzdən soruşmalıyıq, təbiətimizdən, Allahdan soruşmalıyıq və öz həmnəvlarımızdan soruşmalıyıq. Bu sualların cavablarını biz fəlsəfədə tapa bilərik. Bu da üçüncü münasibət idi ki, mən lazımdır buna işarə eləyəm. Dördüncü məqulə ki, biz ona varid olmalıyıq, Məsnəvidir. Amma lazımdır ki, burada mən Şəhriyardan bu şeiri oxuyam ki, deyir ki, həm be an Qur'an ki او را پارسی است. پارسی یعنی منه. هم به آن قرآن که او را پارسی است. یعنی 30 dənə cüzdü var da, پارسی است. Məsnəvi Qur'an din parsi است. Məsnəvi parsların ya farsların nə mənədir? Qur'anıdır, Şəhriyar deyir. Nə həmin bər təb'i mulla afərin. Mollanın, yəni Mollay Rum, yəni Mevlana'nın təb'inə afərin deməğin çox tərif və təmcidi yoxdur. Afərin bər şəms mulla afərin. O şəmsi ki Mollay Rumu mulla elədi vaqən və Mevlana'ya çöndərdi. Onu neynəyəcəksən sən? Gərək ondan tərif və təmcid eləyəsən. Bəli? Bəli də, afərin bər şəms mulla afərin. Biz hala inşallah gələcək ki, əbiyyatda ki Mevlana şəmsə işarə eləyibdir, onun barəsində biz çoxlu danışacağıq. Amma bir para əziz dostlarımız ki, təzə bizim klasımıza gəliblər, lazımdır ki, mən bir xülasə-i az o məbahisimizdən işarə eləyəm, sonra varid olaq mövzuya. O da budur ki, Mevlana bir dənə birinci dəftəri bir dənə nağılla başlayır və o Qaravaş və Şah bir nağılıdır. O nağılda Mevlana eşq və sevinc və sevginin təsirini aləmdə istəyir bir aşsın və görsəsin. Ta o yerə yetişir ki, gəlir orada deyir ki, əql istəyə bu eşqi də توصیف eləsin, xub eləyənməyəcəkdir. Və aftab آمد دلیل آفتاب گر دلیلت باید از وی رو متاب. Əgər biz istəyək eşqi də tərif eləyək sizə və tozih eləyək və aydınlaşdıraq, eləyə bilənməyəcək. Bu eyni ona bənzər ki, siz elə bir istəyirsiniz, bir nəfər sizdən istəyir ki, siz günü tərif eləyəsiniz. Axı, siz günü tərif eləyəməzsiniz ki, gün demək olar cüz-i bədihiyyatdandır. Bir dənə Paulo Coelho o əsərlərində, Paulo Coelho'nun da bir para kitabları vardı ki, siz eləyə bilərsiniz, oxuyasınız. Bu şəxsi də insafən erfan sahəsində zəhmətləri çəkir. O erfanı classification eləməkdə ya təbəqə bənd eləməkdə çoxlu zəhmətlər çəkir. Məktub kitabında ya Rəsalə-i Dilavər İşraq, Xatırat یک موغ, عطیه برتر, نامه‌های عاشقانه یک پیامبر. Bunlara siz bir para kitablarına baxsaz, insafən oxumalı kitabları vardı. Hətta o kimyagər ki, bunun demək olar şahkarıdır və neçə il bundan qabaq dünyada da səsləndi. Bu şahkar bir dənə Məsnəvidən, bir nağıldan almışdı ki, özü də orada etiraf eləyir buna.
Paulo Coelho əsərlərinin birisində deyir ki, bir dənə yaxçı bir kişi var idi. Bu kişi çox yaxçılıq eləyərdi, ona buna. Nəhayətdə bu ölür və hamı deyir ki, bu adam getdi behiştə. Vəli sonradan bu bir nəfərin yuxusuna gəlir ki, mən behiştə getməmişəm, bir dəlili, bir amili bahis olub ki, məni göndəriblər cəhənnəmə. Bu gedir cəhənnəmə, bu şəxs gedəndə cəhənnəmə, orada cəhənnəmdəkilərlə oturur, qəşəng deyir, gülür, danışır, keyf əhval eləyir. O qədr bunlara məhəbbət eləyir ki, şeytan orada səslənir, etiraz eləyir, gəlir. Orada o nigəhbanlara, məsullara deyir, axı bu nə oyundur, bu kişini neyləyin, gəlin buradan çıxaldın, götürün, gedin. Cəhənnəm demək, gülmək, ondan sonra bu cür yerlərin yeri deyik, bunun əvəzi gətirib salıbsınız bura. Hala bu Nemadın nağılı ki, o Paulo Coelho gətirir, burada axırında yazır ki, deyir ki, elə heç vaxt bunu unutmayın, elə yaşayın, elə eşqinə zindəcanlıqda yaşayın ki, əgər təsadüfən də siz düşsəz, cəhənnəmə düşsəz, oradan gəlsinlər, sizi çıxarsınlar, aparsınlar, sizi qoysunlar behiştə. O şey ki, siz oradan deyə çıxalda bilər və oradan qutara bilər, nə mənədir? Eşqdir. Xəlil Cebranın da əsərlərində ki, mən ola bilər ki, klasda bir tədadlarını oxumuşam, o Təlaydar-ı Heyran kitabında o pələngin bir dənə nağılı vardı ki, rahib ilə bir rahib vardı, gedir təh cəngəldə yaşayır və heyvanlarla danışır, suxənranı eləyir bunlara. Bir gün rahibin suxənranısı eşq barəsində idi. Bu heyvanlar hamısı qulaq asır bunun söhbətinə. Bəd rahiblər də siz xub bilirsiniz da ki, bunlar izdivac eləməzlər. Pələh əlin qavzıyır, göyə deyir, mənim səndən bir sualım var. Sən eşq barəsində çox danışdın bizə. Məşuqənin də barəsində bizimlə bir danışınan görək, sən ondan bizə heç danışmadın. Bu rahib deyir ki, mənim məşuqəm yoxdur. Bunu deyən kimin heyvanların hamısı təəccüb eləyir, deyir ki, necə ola bilər? Bir şəxs eşqidən danışır, amma bunun məşuqəsi olmuyor. Hamısı küsürlər, narahat olurlar və bunun məclisini tərk edirlər, gedirlər. Xəlil Cebran da bu nağılda istəyir hoşlar versin ki, o adamlar ki, eşqidən danışırlar, gərək eşqi bir dadsınlar. Onlar ki, əqildən danışırlar, əqli gərək bir dadsınlar. Yəni, bir təcrübə-i qıssa, azaraq həmişə bunlar zindəcanlığında neynəsinlər? Ələ gətsinlər. Olmasınlar hafizin o mistağı o şirləri ki, nə mənizə bir əməli dər cahan məluləm o bəs ki, məlaləti uləma həm zilmi bir əməl əst. Və bu insafən bu məsnəviyə ki, getdikcə gedəcək qabağa, bu tumar kimin açılacaqdır, görəcəksiniz ki, Mevlana eşqin barəsində nə təbirlər işlədi, nə gözəl bəyanlar işlədi. Əslən, Mevlana deyir ki, mənim bu pədidə ki gəldi, bu dövlət ki gəldi mənim yaşayışıma, mənim gülməyimdə, mənim oturmağımda, mənim danışığımda, təkbətə ki, mənim davranışımda, mənim rəftarımda neynədi bu təsirini qoydu. Gərçə mən xud z ədəm دلخوش و خندان زادم عشق آموخت مرا نوع دگر خندیدن ayrı cür gülməyi neynədi? Mənə öyrətdi. Bir para böyük bizim həkimlərimiz, böyük bizim ariflərimiz bu böyük insani təcrübənin qırağından sadə keçməyiblər. Yəni, baxsaz görərsiniz. Bunların təkbitəşləri bu pədidənin barəsində nəzər veriblər. Əbu Səid Əbulxeyr deyir ki, eşq budur ki, sən rahatçılığı bir insanın ürəyinə qoyasan. O bunun təcrübəsidir. Əgər sən eləyə biləsən, bir dənə insana rahatçılıq yetirəsən, eləyə biləsən, onu dincəldəsən, bu rahat ola, bu nə mənədir? Bir mənayı eşqidir. Lautse deyir ki, eşq bir mənayı bağışlamaqdır. Sən hər ləhzə eləyə biləsən, gözəşt eləyəsən, əff eləyəsən, birindən keçə biləsən, xətaları örtə biləsən, bağışlaya biləsən, bu mistaq eyni nə mənədir? Eşqidir. O
xatirəyi ki Albert Camus'un vardı. Hətmən siz olarsınız, eşidəsiniz. Xəbərnigar axırın ləhzədə ki gəlir Albert Camus'un üstünə. Deyir ki sən eşitmişəm bir dənə kitab yazacaqsan. Yaşayışın fəlsəfəsinin barəsində. Olar o kitabın barəsində bir tozih verəsən, mən istəyirəm bunu qazetlərdə, mətbuatda bunu yayam və deyəm ki Albert Camus'un kitabı budur. Deyir, bəli, o kitab ki mən yazacağam, onun 99 səhifəsi ağdı xalidir. Fəqət bir səhifəsində yazacağam. O bir səhifədə də bir xətt istəyirəm yazam ki, insanın vəzifəsi fəqət eşq ilə yaşayış eləməkdir. İnsanlar gərək eşq ilə, hərarətlə və həlavətlə zindəcanlıqdan eyləsinlər, yaşasınlar. O, Voltaire'in də cümlələrində gəlib, əsərlərində gəlib. Bilirsiniz ki, Voltaire bunlar bir keşişlərdirlər ki, Avropanı əslən dərbətdilər. Voltaire, Luther, Calvin, Erasmus Hollandidə, Calvin İngilisdə, Voltaire Fransada, Luther Almanda. Bunlar Katolikin əleyhinə ki bir nehzəti başladılar. Həm bunların nehzətləri bir nehzəti dini idi, həm nehzəti fəlsəfi idi, həm nehzəti ədəbi idi. Voltaire əslən gülməklə gəldi kilisa ilə Katolikin mübarizəsinə. Ona görə Nietzsche də əsərlərində yazır ki, Voltaire həmə çiz ra ba xəndə nabud ki. Gülməklə gəldi, hər şeyi neynədi, aradan götdü. Voltaire də eşq barəsində deyir. Eşq böyüklərin sipahdır, böyüklərin bir dənə həngidir ki, gəlir qabağa və ürəkləri neynir orada təsxir eləyir və heç kəs onun qabağında dayananmayacaqdır. Pəs bənabərin bu bir para girişləridir ki, mən lazımdır ki, Məsnəvinin irtibatında işarə eləyəm. Yavaş-yavaş biz varid oluruq Məsnəvinin əbiyyatına. Məsnəvinin əbiyyatına buradan başlamalıyıq ki, aftab آمد دلیل آفتاب گر دلیلت باید از وی رو متاب. بله، باید یعنی cərəhdə, رو متاب yəni üzü çöndərməcnən. Çalma kiprik, bax günə, olma zəlil. Günəşə gər istəyirsən bir dəlil. Əgər sən günəşə bir dəlil istəyirsən, elə sən baxcınan günəşə də, kiprik çalmacınan. Baxsan günəşin özü sənə bir dənə böyüklərin dəlildir ki, onun neyniyər? Öz vücuduna sənə neyniyəcək, aparacaqdır. O deyəcək ki, mən varam. Bilirsiniz, bu təbirlərdən ki, günəşin özü özünə dilalət eləyir, bu mövriddə həm fəlsəfi sözlər deyilib, həm bir para irfani sözlər deyilib ki, mən bir miqdarını ələm burada işarə eləyəcəyim. پیش خورشیدی که او بس روشن است در حقیقت هر دلیلی رهزن است. Mevlana Məsnəvinin ayrı yerində deyir. Günəşin qabağındakı hər şey işıqdır. Sən hər nə dəlil gətirəsən, bilcit ya dəlil istəyəsən gətirəsən, hər nə mənə yol kəsənlik eləyəcək. Onun qabağında oxumayacaqdır. Bu təbirdə, bu bəyanda görürsünüz ki, Zonnun Misri deyir ki, ərəftu Rəbbi bi Rəbbi, ləvla Rəbbi ləma ərəftu Rəbb. Mən Allahı Allahla tanıdım. Əgər Allah olmasaydı, Allahı tanımayacaqdım. Görürsünüz da, yəni həman o günə baxmaqla mən günəşi görəm. Bu təbir həmandır ki, neyini Zonnun Misri əsərlərində gətirir. Mevlana da buna şəar eləyib. Bəs بود خورشید را رویش گواه ای شیء اعظم الشاهد اله. Hansı gündən yuxarıtər şahid nə ola bilər? Elə günəşin özü ola bilər. آفتابی در سخن آمد که خیز که برآمد روز برجه کم ستیز. تو بگویی آفتابا کو گواه. Sən günə deysən ki, ey gün, sənin dəlilin hanı? Qoyad ey kur az haqq didə xah. Və sənin gözün yoxdur. Mən yeşəxdə sən günəşi sən görənmirsən. Ona görə bir teydad müfəssirlər vaxtı ki, bu ayə yetişirlər Fussilət surəsində ki, əvələm yəkfi bərəbbikə
انه علی کل شیء